Burada yataq yeri olmayan Kamazdır. İllərlə bu Kamazda işləmişəm. O zamanlar Rusiya-Azərbaycan sərhəddi bağlı idi. Qazaxstana keçərdi, Türkmenistana keçərdi, Türkmenbaşı, Krasnovodsk. Oradan gedərdi Türkmenistan, Fetisov tamojundan keçərdi Qazaxstana, yolsuz yollarla gedib çıxardı Rusiya. Aylarla qalardı Rusiyada, yüklər daşıyardı, daxili daşıma vaxtını icazə verirdilər. Burada həmən günlərin xatirələridir. Və burada Astarxan bazarında kartoşka satan yerimdir. Bu Leningrad yolundadır. Yəni Leningradın arxa yolu var, Tixvin, Vologda, o biri tərəf. Və bu da mən özüməm burada durmuşam, zamanlığımızdır. Həmən Kamazımdır, sonra yataq yeri aldıq. Ondan sonra, yəni indi Şuşalı daflar 2 mərtəbə dayanan yerdə kondisioneri, istiliyi. Amma o zamanlar yatacaq yeri yox idi. Roldan tutub aylarla xidmət göstərib, rol arxasında yatardıq. Bir dənə ayağımızı uzadanda deyərdik, ah be, dünya varmışdı. Nə qədər, o qədər. Amma şükür Allaha, şükür qovuşdurana bu günlər üçün, o günlər çox əzablar çəkdik, amma Allah qovuşurdu. Əzablarımızı dəyərləndirdi, əzablarımızın hədiyyəsini verdi.